30-cu sualda burada döş boşluğun həcmi ilə ağciyərlərin həcmi düz mütənasibdir. Təbii ki, ağciyərlərə hava dolduqca həcm genişlənir və eyni zamanda döş boşluğun həcmi də genişlənmiş olacaq, düz mütənasibdir. Və demək, 31-ci sualda sakit halda tənəffüs zamanı toxumalar tərəfindən mənimsənilən oksigen 4,75 litrdir. Yazırıq. Toxumalar tərəfindən mənimsənilən oksigen məhz 5% idi. 5% də kub santimetrə çevirsək 25 kub santimetrə bərabərdir. İndi burada mənimsənilən oksigen olub. Təbii ki, bir də bunu qeyd edeyim ki, yəni bu bir tənəffüs hərəkəti müddətindədir. Bir tənəffüs zamanı toxumalar tərəfindən 25 kub santimetr oksigen mənimsənilir. Bizdən də burada 4,75 litr oksigen verib. Gəlin əvvəlcə litri kub santimetr və yaxud da millilitrə çevirək. 1 litrimiz 1000 millilitr və ya 1000 millilitr və ya kub santimetrdir. Və çevirirsək, yəni 4,75 litri vursaq 1000-ə 50 millilitr və ya kub santimetr, santimetrin kubu və gəlin indi deməli, bu qədər oksigen mənimsənilən zaman tənəffüs hərəkətləri nə qədər olar? Bir tənəffüs hərəkəti zamanı mənimsənilən oksigen 25 kub santimetrdir. 25 santimetrin kubudur. Bəs 4750 santimetrin kubu mənimsənilərsə neçə tənəffüsə uyğun gələcək? Bu da tənəffüsə uyğun gələcək. Demək, növbəti sualımız 27-ci sual kimidir. Eynən, sadəcə rəqəmlər fərqlidir. Burada da 21%, 6000-in 21 dəfə 21%-ni, bir dəfə də 16%-ni tapırıq. Demək, 33-cü sualda insan tərəfindən maksimum 3200 karbon qazı xaric olunmuşdursa, insan bir dəqiqəlik bir tənəffüs hərəkəti müddətində xaric olunan karbon qazı 4%-dir və 4%-i də ədədə çevirsək 20 kub santimetr. 20 kub santimetr bu arada 500-ün 4%-ni tapıram. 20 kub santimetr eləyir və bu bir tənəffüs hərəkətində xaric olunan karbon qazıdır. Bəs 3200 karbon qazı xaric olunsa neçə tənəffüs hərəkətinə uyğun gələr? Bu eləyir 160 tənəffüs. İndi bizdən nəyi soruşur? Ürək sikli var və bizdən nəbz vurulanı soruşur. Belə bir düsturumuz var. Delta T bərabərdir. Zaman bölünsün nəbz. Bax, bizdən bunu soruşur. Bizdə bu var. 1 saniyə. Bunu soruşur. Demək, bizə tapmaq tələb olunur. 160 tənəffüs hərəkətinə əsasən zamanı tapmaq tələb olunur. Gəlin baxaq. 60 saniyə müddətində bilirik ki, 16 tənəffüs hərəkəti baş verir. Bəs 160 tənəffüs hərəkəti neçə saniyə müddətinə baş verər? Bu eləyəcək 600 saniyə. Və saniyəmizi tapdıq. Yəni, T-nin qiyməti 600-dür. İndi gəlin görək nəbz nə qədərdir? Nəbz bərabərdir. T bölünsün delta T. Delta T'miz 1 saniyədir. T'miz də 600. 600 saniyə bölünsün 1 saniyə, o da 600 vurğuya bərabər olacaq. 600 vurğu. Demək, 34-cü sualda 96 tənəffüs hərəkəti müddəti verib və bu müddət ərzində kapilyalara daxil olan oksigenin litri və atmosferə xaric olunan karbon qazını litr şəklində tapmaq tələb olunur. Deməli, bir tənəffüs hərəkəti müddətində qeyd elədim ki, tənəffüs hərəkəti müddətində demək, ağciyər kapilyalarına daxil olan oksigen 25 kub santimetrdir və santimetrin kubu və ya millilitrdir. Deməli, bizə verilən 96 tənəffüs hərəkətində isə, daha doğrusu 96 tənəffüs hərəkətində isə X
kub santimetr veya millilitr olacaq. X bərabərdir 96 vurulsun 25 o da bərabərdir və millilitr. Bunu litrə çevirmək tələb olunsa 1000-ə bölürük və 2,4 litrə bərabərdir. Və ikinci halda isə karbon qazını soruşur. Karbon qazına xaric olunan karbon qazı. Deməli, bir tənəffüs müddətində, hərəkəti müddətində xaric olunan karbon qazı 20 kub santimetrdir. Yəni, bu 4% təşkil edir. Bəs 96 tənəffüs müddətində isə bu da 96 vurulsun 20, 920 millilitr və çevirəndə litrə 1000-ə bölürük və litrə bərabərdir. Və bundan sonraki məsələlərimiz isə bu tipli məsələlərdir. 35-ci sualda orta həyat tutumu ilə əlaqəlidir. Demək, burada verilən bizə N əlavə havadır. Əlavə havamız nə qədərdirsə, yəni aldığımız dərindən nəfəs alma zamanı aldığımız əlavə hava nə qədərdirsə, ehtiyat hava da bir o qədərdir. Deməli, ağciyərlərin həyat tutumunu hesablayanda biz orada nəzərə alırıq ehtiyat hava, əlavə hava və dəyişən hava. Ehtiyat havamız deməli 1500, əlavə havamız 1500, dəyişən hava isə 500 millilitrə bərabərdir. Bunları nəzərə alaraq deməli 1500 əlavə havanı N-lə işarə etsək, bu zaman ehtiyat havada N olacaq, oldu 2N. Və bir də dəyişən havamız olacaq 500 milli 2N plus 500 olacaq deməli orta həyat tutumu. Eyni zamanda burada da elə bir şeydir. Eynən burada əlavə hava, burada da ehtiyat havanı əvəz eləyir. Yəni eyni bir sual. 37-ci sualda isə eyni bizə dəyişən hava verib. Və deməli, eyni dəyişən hava kimi qəbul etsək, 1500 dəyişən, 1500 ehtiyat hava, 1500 də əlavə hava eləyəcək 3000 və N dəyişən hava 500, 3500. Demək ki, burada da cavabımız C variantı olacaq. 38-ci sualda 5 dəqiqə müddətində atmosferə maksimum neçə millilitr oksigen, daha doğrusu karbon qazı xaric olunur. 5 dəqiqə müddətində tənəffüs hərəkətinə çevirək və bu zaman bundan sonra karbon qazının millilitrini hesablayaq. Deməli, 1 dəqiqədə 16 tənəffüs, 5 dəqiqədə X bərabərdir 5 vurulsun 16, 80 tənəffüs, 80 tənəffüsə bərabərdir. Tənəffüs hərəkəti və bu müddətlər, daha doğrusu bu tənəffüs hərəkətləri zamanı neçə millilitr karbon qazı xaric olunur. Demək, bir tənəffüs hərəkəti müddətində yazırdıq bayaqki kimi 20 kub santimetr karbon qazı xaric olursa, 80 tənəffüs hərəkəti müddətində isə bu zamanda 1600 kub santimetr və ya millilitr karbon qazı xaric olunmuş olacaq.